Türk geldi dünya xanım. Sen benim için zayıf bəndisən. İlişmə bana. Ne yiyirəm? Aş, üstündə qulyaş. Belə pomidor, xiyar, nanə, təzə sarımsaq bu da. Bu da qatığımız. Olsun, çox sağ ol. Söhbəti bağlayıram. Söhbəti bağlayıram. Nöqtəni qoyuram. Amma ondan qorxduğum üçün yox. Mən korkmuyorum hiçbir kimseden. Senden de asla. Sarı saç. Anlıyor musun beni? Asla. Sen hiçbir kimsesin. Benim için zeyibinsin yani. Üzür müzür de bekleme. Kulağının ardını görürsün. Haydi bay bay. Git. Bir gün getdim. Bütün Taxtaşalmanı gəzdim. Uşaqlar. 1400 en ucuz darvaza 1400 manattan başlayır. Getdim bütün gəzdim. Sonra insan necə qudurar? Ne yaxşı səni yiyib quduzlaşdırmamışam az. Ne yaxşı quduzlaşmamısan. Tutalım ki mən qudurmuşam. Çıxmışam çölə. Bir insan bir məndən qorxar da, bir mənə apararlar, mənə quduzluq iynəsi vurarlar, bir mənə nəsə eləyərlər ki, bu quduzlaşıb, milləti, cəmaat yiyib qutaracaq. Mən indi nətər qudurmuşam ki, mənə vaksinasiya vurmurlar. Hə, neysə, eləcənə sonra sıvarışıqları seyrəldə gəldim, ağlımda saxladım bir. Sonra 3 dənəsinin ortasında qaldım, 3 sıvarışıqım. Sonra üçünü təzdən gəzdim. Sonra üçünə təzdən qayıtdım. Sonra üçünə təzdən getdim. Sonra təzdən bir getdim üçünə də. Sonra bir gedəndən sonra hamısını yenidən hesablatdım. Üçünə də, üçünün arasında qalmışdım. Neysə bunları bezdirəndən sonra axırda bir dənəsində qaldıq. O da bir gün gəldi, ölçünü götürdü, getdi, beh istədi. Mən də dedim ki, behi kartını ataram. Ondan da bir xəbər çıxmadı hələ. Yəqin ki, səhər yazacaq ki, beh ver, düzəldək. İndi sabah əgər yazsam, mən də behimi verib onu düzəltdirəcəm. Uşaqlar, 3 metrik qapı ala bilmədim. 3-ün 3'ə qapı gəldi, çıxdı üstümə 3000 manata. Ona görə də onu eləyəsi olmadıq. Biz elədik 3'ün. Həkarıqlıyıb hansı moderatorum, yəqin səssiz atmaq istəyirəm, sabitləyib. Murat, səni moderatordan çıxardıram, üzürü say. Yani... Bax, demişdim, sənə düşmənçiliyim zaten, bax, küsmə ha məndən. Moderatordan çıxartıram, çünki, yəni, səbəbi yoxdur ha, amma çıxarmam gerekdə. Hə. Üç metr enində, 2.50 hündürlüyündə elədik. Ondan sonra başını çıxardıb salınan olacaq qapının. Çıxardıb salınan olacaq ki, böyük maşın, böyle dırıq maşınıza da iraq sürəkdən. Nədir az o? Kanalizasiya maşını gəlir, kanalizasiyanı çəkəndə başını çıxardıq, təzə salaq yerinə belə olacaq. Ondan sonra renk seçimi elədim, tünd şabaltı olacaq, darvazam. Ondan sonra qabağında 2 dənə şir olacaq, belə. Salam matan. Qabağında 2 ədəd şir olacaq.
Ondan sonra seyf qapımda elə o əvvəlki kimi, əvvəlki rəngdə fil sümüyü rəngində qara çərçivə ilə belə olacaq. 350 manat seyf qapım tutdu. 950 manatda darvaza. Amma uşaqlar, mən elə bilginən ki, istədiyim darvazanı ala bilmədim. Ondan sonra mən o 1000 manata gelib soruşdum darvaza. Dedi ki, işçimiz olub burada. Sağ səhv deyibdir. Mən o darvaza 1000 manat deyil. O darvazanın 3000-4000 qiyməti var. Sağ səhv deyiblər. Mümkündür. Gəzdim uşaqlar bazarı. Elə bilginən ki, mümkün deyil də yəni. O 1400 manatdan aşağı darvaza yox idi. Amma mən başı məcbur 3 metr ala bilmədim. 250 hündürlüyündə məcbur elə oldu. Mən video paylaşmışam. Girib o videomu bəyənməyəni görüm qaynanəsindən çəksin. Qaynatasından çəksin. Baldızlarından çəksin. İndi oraya qoyardım, darvazamızı qoyaq. Üstünü nəsə eləyərik, südər. Bitdi ömür. Qalın darvazadır, elə də şey deyil. Nə deyirsəm, elə də nəzik deyil. Çox sağ ol, gül atar, cebində olasın canım. Allah başından tüysün. Çox sağ olun, hədiyyə atanlar, Allah başınızdan tüysün. Hələ beh verməmişim, hazırlamayıblar. Bugün baxmışam. Ola bilsin ki, sabah beh verdim. Bir 10 günə hazır oldu. Mən darvazanı gedib hazır satın almamışam. Gətirim qoyam bura. Mən darvazanı yığdırıram, uşaqlar. Hazır darvaza doludur bazarda, hazır. Mən yığdırıram. Hazır. Hazır nə bilim 4000-ə, 5000-ə, 10.000-ə, 8000-ə, 3500-ə. Qəşəng darvaza almaq istəyirsənsə, yəni sadə, gözəl darvaza almaq istəyirsənsə 3000, 2000, 4000. Normal, sadə 3-ün 3-ə darvaza almaq istəyirsənsə 3000, 4000-dən keçməlisən. Elə belə də normal, sadə. Yəni ən ölüsü 2000. Nataman Həbibi. Yox, 10.000. Ali, bazar doludur 10.000'ə darvazalarla, 8.000'ə darvazalarla. Dost dostuna. Hələ bura rayon yeridə. Burada 10.000'ə, 8.000'ə darvazalar var. Hələ Bakıda Allah bilir 100.000'ə darvazalar var. Güllə keçdinə. Fil qulağında. Sən canın fil qulağında yapmışsın. Bir çıx cəmiyyət içində bir gəz dolaş da. Hə, bax. Natavan Həbibi mənə heç vaxt yazmaz. O bir brenddir. O bir payı bərabər olmayan bir xanımdan. Görürsünüz, nə show biznesə qatılır, nə səviyyəsiz yerlərə gedər. Nə səviyyəsiz işlərlə məşğul olar. Yazım mümkün deyil. Yalandan yazmayın burada. Nə qadın kalitədir də. Mən onu sevirəm. Mənim əlimdə əlacım olsa, mən
Deyirsiniz, Nətər xanımla ailə qurarsa, Natəvan Həbibi kimi bir xanımla. Harda yazıb ay Matan? Harda yazıb? Yaxşı, harda yazıb? Tülüyün oldu. Sonuncu videomda dün görüm oldu. $500 nəfərlə otururdu, dünya 200 nəfərlə otururdu. İndi canlısı qalxıb 1000 nəfər olub. Mən canlını bağlayandan sonra canlım biraz da qalxar. Birim verdim sana. Girdik yaxşı sonuncu videomuzda. Aman Tanrım özüdür. Yazır ki ayrılıkların xeyirlisindən olsun. Allah haqq uşaqlar bax. Özdə qaliçkası da var. Özüdür vallah bax. Özü yazıbdı. Rəsmi səhifəsidir. Bu özü olmasa uşaqlar buna telif haqqı zad gələr. Bu öz səhifəsidir. Musiqiləri var. Baxın. Səhifəsində musiqiləri var. O icazə yox da başqa səhifə onun mahnısını paylaşsın. Özüdür. Mən nə yazdım? Mən nə yazdım ay uşaqlar? Girin o videomu bəyənin də uşaqlar. Nə yazdım? Deyim ki, kaş sənin kimi bir arvadım olar gələcəkdə inşallah. Nə deyim? Kim Natəvan Həbibi yazıb ma? Nə yazım ona? Yo, videosuna, mahnısına video çəkmişəm. Yazıb ki, ayrılıqların xeyirlisindən olsun. Mahnı elə ayrılıq mahnısıdır. İndi mən onun nə yazmaz? Onda ona yazacağım ki... Ona yazacağım ki... Ona bir siyah kalp göndereceğim. Qara ürək. Qara ürək gönderdim. O qaraların adını deyim. Qara ürək gönderdim. O da qaranı sevir məndə. Teşekkür elə. Az buradan təşəkkür eləyirəm. Bax elə buradan eləyirəm. Bizə belə gözəl bir kaliteli mahnılar bəxş elədiyinə görə öpürəm səni. Teşekkür eləyirəm. Elə bax buradan eləyirəm. Sən bir brandsan. Sən bir brandsan. Kəmalə Günəşli sən olmaq istəyir. Sən olmaq istəyir. Kəmalə Günəşli sən olmaq istəyir. Boynunun ardını görər. Boynunun ardını görər. Kəmalə sən olmaq istəyir. Mümkün deyil.
Kəmalə sən olmaq istəyir. Kəmalə haxışmamış mahnısını oxuya bilər uzaqdan. Kəmalə sən olanda gedər mamış mahnısını oxuyar. Bir yaparımsa Kəmalən yaxşı eləmişəm. Kəmaləni qışı kimi sevirəm. Natavanı da brend kimi. Olsun ki, mənim hər cür zövqüm var. Qıjını qışı kimi sevirəm, brendi brend kimi sevirəm. Kəmaləni də sevirəm, Natavanı da. Burası başqa mahnılar oxuyurlar. Kəmallənin mahnısına qulaq asanda qışı damarım tutur. Natavanın mahnısına qulaq asanda səviyyəliyim tutur. Bir yaz ki, 72 olma. Ay camaat. Az. Getdim Natavanı təriflədiyimə görə Natavan mənim yanına çağırdı. Ay camaat. Natavan kartıma bir 2000 pul attı. Ay camaat. Natavanı təriflədim. 72 oldum ha. 72 oldum. Qoşumuz gəldi təriflədi 72 oldum. Kartımıza bir 2000 pul attı. Beni çağırdı. Limuzin gönderdi dalımca. Restoranlarını, butiklerini, salonlarını adıma getir. Day camaat 72'li gelelim. Ni 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 emrin tekeri ni ni ni. Mənim keçmiş sevgilim də Natavanı sevirdi, xoşlayırdı. Boy, çobanlığı necəsən? 100 ildir yox idin ha. Öz aramızda gəlmirdin canım. Haralardaydın? Mənim keçmiş sevgilim də Natavanı xoşlayırdı. Ona qulaq asırdı həmişə. Dalaşanda həmişə Natavan mahnısını atırdı. Çox sağ ol, çobanlı çoban. Canlı qalxıb. Mən həmişə brend olmuşam, həmişə öndə olmuşam. Mən birinci səfərdə canım qalxıb görürsünüz. Pomidor ne güzel pomidor da tamız oldu. Niyə ayrıldınız ben? Mən sevgilimə xəyanət elədim. O da bağışlamadı məni. Tüpürdü mənə. Əqrəb bürcüydü. Tüpürdüğünü yalayan da ölüydü. Bir kere tüpürdü var ya, silip atar. Mənlə barışmaq istəsə, gör mən onunla barışaram. Ömrü boyu. İş var. Bizdə niyə? Gece yatanda fikirləşdim bu gece. Bizə niyə barışmayacağım onunla? Başımı benim xarab edirdi.
Gecəm gündüzüm yox idi. Gecə saat 3-də yığırdı məni. Hardaydın, kimdən idin, kim yanındaydın, boşu-boşuna. Yatdığın yerinə. Mən də atırdım gecə mən yığanda bloka sənə çıxardırdım. O vaxtı onunla dalaşmışdım. Burada bir Hüseyin Vasmov var idi, mənim moderatorum idi. Barışmırdı qız mənimlə. Hüseyin Vasmov canlıda yazdı ki, xanım Timanı bağışla, pox yeyib mənim ağzımı. Onun sözünə görə məni bağışlamışdı. O sözünə görə. Küsmüsən məndən? Birincisi salamlayıram. İkinci növbədə çox xahiş edirəm. Çox dalaşa girməklə sonra deyəcəklər ki, Sako öyrədib. Dedilər. Desən öl. Sən öl. O qədər mən sevməyən var bir şey palaskat deyirlər ki. Mən var ha, Allah'ın günah şey var ha, mən babamı yuyurlar ha. Birinin qarnı cırılacaq. Birinin elə yeri var ki, cırıq-cırıq olacaq. Yəni Allah'ım var mənim. Mən babamı yuyum. Yalandan biri spam atdı, biri nə bilim neynədi. Spam atmıydı, gözdən düşüblər. Canlılar ölür. İşte ben de çok bu kadar gülüyorum. Gələndə güləşəm, gələndə güləşəm. Sesim götürün beni. Gələndə güləşəm, bitsin. Gələndə güləşəm, bitsin. Bir bilse ki bizden öteyim ama. Bir bilse ki burada ne hokka var. Bir bilseler ki burada ne oyun girdi. Burada neler başlıyor. Andola. Bunu hayatımda bu kadar gör. Bir bilseler ki burada ne hokka girdi. Neyse. Allah hakkı bilmişsiniz, ölersiniz gülmekten. Buran yaksın da ya. Bir oyundan sonra da bir oyundan demeli. Ayda ölürüm gülmekten. Bu neydi o? Ha, ben babamın başka temadı. Allah hakkı bizim özümüze ait öz şeyimiz var da, bir söhbətimiz var. Onu yazdılar, cırıldım gülmekten. Neyse. Sen Allah dalaşıb eləmə. Özü də mənlə aran yaxşıdır. Deyəcəklər Sako tırkalayıbdı. Yo, dedi də ama, dedi. Ha, dedi. O da işi gücü. Sən and verəm Allah. Denən Allah and olsun əlini üzüb səndən. Dedi ki, dedi Sako eləyib. Mən də dedim ki, Sako gəlir bizə. Partda, yan, çartda. Dedi gələcəm Bərdiyə. Səni gör kimlə gələcəm Bərdiyə və gör nə günə qoyarsan. Mənə dedi. Kimdi? O dedi. O kimdi? O. Gombul? Yox, o birisi Gombul. Sənin keçmiş ex Gombulun. Onun işi gücü ancaq fikri zikri elə bilmənəm. Sənin üstünə prim yığır Sako. Hə, ancaq səndən danışar, sağ söz göndərə, söz ata, canlısı ölmüşdü. Biraz ondan danışın, canlısı qalxdı hara bura. Mən canlısı qalxdı, indi səndən əl çəkdim. Gombul da yoxdur. Bubsi də elə ex kimi bir şeydir. Bubsi Gombul yoxdur, Bərdədəki Gombul. Bu da mənim acığıma gedir, ona qoşulur ki, eşidirsən? Ay Sako, bax sən görünə deyim, bax Qurana... Pul qazana bilmir axı, Sako yoxdur, pul Qurana qazana. and olsun deyirəm. Bax, canlı açmışdı dünən, sənin o Gombul eksin. Canlı açmışdı, deyirdi ki, bu baboş üzdən İraqdır.
Başa düşürsən? Ondan sonra şeydir, cinsi azlıqdır. Mən də Allah buradan çıxıram. mən də qoşuldum dedim ki, ay başım. Mənim anamdan nə istəyirsən? Onu qoyaq bir kere mənə aidiyyatı yoxdur ona nə dediyi. Mənim yanımda yoxdur. Ona nə dediyi mənə aidiyyatı yoxdur, onu özü bilər. Baxıram ki, qoşulub onun canlısına. Az bir o söz demirdim. Ləman çağırır, gəlirəm. Ay Ləman çağır, sən cavab dedim. Yeri. Yeri danışacağım, danışıqlarım var. Yeri. Sako haqqında nələrdir daha canlıda. Dedi ki, Sako nə bilim, cündardır, ağzı ilənmiş. Yeri Sakoya deyərdim. Qoy Sakoya bir də oynatım, deyim ay Sako sənin haqqında. Qoy bir də atım. Yadımdan çıxdı bunu sağ demədim. Dünən canlıda sağ ağzına gələni, gözünə görükəni, nələr dedi ki, o Türkalif Timan üstümə salıb, ağzı iylənmiş, başı yağlı, arvad pulu yeyən dedi, mənim pulumu yeyən, nələr danışdı, mən də çırdım boynumu. Ürəyindən gəlib deyirsən, yox. Hamısı, yo, o dedi, o tırkaladı, məni saldı. Getdim Ləmanla Pekanı elə, Ləmanla oyna. Pekanı elə. Peki elə pul qazan qadam. Biraz peki eləyin ki, Ləmana da salam de. Ona keçəcəm, hələ yox. Hələ ona keçməmişim. Qoy Ləmana keçəcəm. Hələ Ləmanı takip eləmirəm. Ləmana keçəcəm. Görüm, biraz da Ləmanın canısını qaldırım da ölüb ay başı. Ölübləri həyatda yoxdular. Ləmanın canısı da ölüb. Gedim biraz da Ləmanı qaldırım. Sakonu da qaldırdım. Başı, ölmüşləri qaldıran Tima. Dünyanı kaldırdım. Sakonu kaldırdım. İndi keçək Ləmanı kaldırım. Ölmüşlərin dirildən Tima. Ama mənim canım öləndə, mən pis günə düşəndə, indiyənə kimi heç bir mənim yanımda olmadı. Heç biri. Ləmanı çırıq eləyərəm ha. Ləman kimdir az? Ləman kimdir az de görün mənə kimdir o? 41 Ləman? Onu 41 dəfə çırıq eləyərəm. Mənim başımı xarab eləmə ha. Yayıncıların canlı. Yayına TikTok'a maraq gətirdim. Hamı ölmüşdü, hamı canlı. Hamı canlısı qalxıb. İndi get bax. Get bax, ölmüşlərin canlısı qalxıb. Səhv deyirəmsə, denə səhv deyirsən. Ona görə də siz Timanı hafifə almayın. Siz Timanı həmişə izləməlisiniz. Həmişə yanında olmalısınız ki, Tima maraq gətirib TikTok'a. Ekran tıklayın. Video paylaşmışam. Natavan Həbibi videoma yorum yazır. Girin o videonu beğenin. Bir Natavan Həbibiyə bir salam göndərin. Allah, Natavan deyir ne büyük iş olub. Ne büyük iş olub Natavan yazırsa. Natavanı görsə Natavana deyəcək ki, Natavan eyqabını çıxart, çorabını da çıxart, tavanından öpəcəm. Tavanından, yukarı ayağın altından öpüm, gıdığını tutsun, biraz macile. Sako kimdense PK'da değil. Sako kimdense PK'ya koşulmuyordu. Leman'dan koşulur. Koşulmuyor. Koşulsaydı yatardım. Yatardım Leman'dan da Leman'ı da çırıklayardım.
Sako PK'da deyil, təkdə heç kim yoxdur. Yox, heç kim yoxdur, qoşulan mənəm. Sako canlıda 800 nəfər, 500 nəfərin oturur deyil. Gör Sakonun canlısını hara qaldırmışam. Gör hara qaldırmışam 2200 nəfərə. Ölmüş deyil, sonra məni bəyənmirlər. Sonra deyirlər Timan reytingi yoxdur. Sonra deyirlər Timan reytingi yoxdur. Sonra Sako zəng girir Baboşa deyir ki, ay Baboş, Timanın evinə reytingə görə getmirəm. Timanın canlısında getsəm, canlısında 5000 6000 adam olacaq. 5000 6000-ə nə reyting tutacaq? Sənin evinə gələndə 10000 adam olur. Ala bu da sana reyting. Hoca yoxdur uşaqlar, mənim şeyim, dostluğumda, ona görə oynaya bilmirəm. Maraqlı yayıncıyam. TikTok'a rəng qatıram. Mən olmasam bu TikTok'a rəngi kim olacaq? Heç kim. Rəngsizlər hamısı. Ağ qara bozdular. Tima renkli. Baxın uşaqlar. Pərdələri görün ağaydım. Nətər elədim pərdəni. Hoşunuz gəldi. Qaldırdım, yapışdırdım ora. Amma bu biraz aşağı olub. Bunu da biraz qaldırdım. Belə xoşladınız. Yerə dəymir. Biraz yine hansı aşağıda deyən görün. Bax bu biraz aşağıda, elə bu yuxarı oldu. Qəribədir. Qəribə yaxşıdır da. Sən də adın qəribədir. Qəribələr diyarı. Və mənim evim qəribələr diyarından. Yine hansısa bak. Bu biraz aşağı oldu bak bu. Öyle mi? Güzel. Məni söymək istəyirsən iPad-ni. Bu nə oldu, sən mən blok atmışdım, moderatorumdan çıxmışdım. Çok maha. Tınkıltık gelmeyeyim. WhatsApp'da yemiş ne yok? He, blok atmışsan WhatsApp'ta. Atmışsan da olsun. WhatsApp'ta atsan TikTok'ta da atar bloku. Ne fark var? TikTok'ta da yazabilirsin, WhatsApp'ta da yazabilirsin. İkisi de yazışmadı. Psikopat ok atan. Duygu, çok sağ ol canım. Teşekkür ederim. Deli sensin, bəli. Sofiya, çox sağ olun. Kart koy, mən kart koyum, mən dilənçisi odam. Mənim kart koyduğumu görmüsünüz bəlkə indiyənə kimi. Sən çox apasın adamsın. Apas neyim canlımı nəyə güdürsün? Hı? Nəyə güdürsən az canlımı? Apas neyim baxma. Hı. Ölürsən məndən ötər, fanatımsan. İçin gedir.
Duyğu çox sağ ol canım. Darvazanı bu gün gəldilər, baxdılar, getdilər ölçsün, səhər ola bilsin behin attım, hazırlamaya başladılar. Duygu, teşekkür ediyorum bebeğim. Sen özünü güldürürsən. Mən burada özümü güldürürəm ki, siz də hırıldaşasınız bana. Amcanı yaz tapdı. Amca yoxdur ha, amcanı şey eləmirəm, takip eləmirəm. Kepenek çok sağ ol. Sema'ya çok sağ ol. Anam normaldır, bu gün danışmışam. Deyir burnumun qanı yavaş-yavaş dayanır, deyir indi gec-gec gəlir. Deyir indi isti çay zad içəndə burnumdan su gəlir, belə olur. Deyir amma belə çay içməyəndə gəlmir. Katya. Çok sağ olun. Nariş, cavab qaytarma, çox xahiş eləyirəm. Məni harasa aparsalar, səni də məndən soruşacaqlar, səni də çağıracaqlar ora. Çox xahiş eləyirəm. Milyon dəfə xahiş eləmişəm səndən, milyard dəfə xahiş eləmişəm. Təkcə səssizə atmaq heç nəyi dəyişdirmir. O səni söyməklə o söyüşü reallaşmır da, yəni o öz anasının bacısını söymüş kimi çıxır. O cavab qaytarma. Səni məndən hardasa kimsə soruşsa, mən deyə bilməyəcəm, mən onu tanımıram. Sermaye çox sağ ol. Mən istəyərəm ki, mənim moderatorlarım gözü görünməz olsun. Səssiz, bitdi. Bu kadar. Niyanın canlısına girəndə Niyanın canlısına moderator görmüsünüz? Yox. Bilirsiniz niyə? Çünki niyə onlara nə sabitləmə hüququ verir, nə blok hüququ verir, nə heç nə hüququ vermir. Bircə dənə səssiz ata bilər. O da çox əxlaqsız yazardı. Cəmaatın moderatoru vardı. Nə olar ki? Lift Niyanın moderatorlarının gücünə baxın. Taxtaşalmana bir gün getmişdim. Orada qapılar var idi. Avropa qapısı yox, normal qapılar. Da bildiyin qapı. Qəşəng laklı qapılar da, əldə hazırlama qapılar. Birisi neçədir? Əldə bax. Bu qapılar bilirsən neçədir? Bu qapılar bilirsən neçədir? 350 manat. Haberiniz var mı? Şoklar yaşadım. Dedim niyə də? Axı səbəb nədir? Buna niyə 350 manat pul verəsən ki? Geri 250 manat, 300 manat verib bir Avropa qapısı qoyarsan ki, orada ağzın ayrıq qalar. İndi Avropa qapısının üstündə minmirsən, çapırsan, futbol oynamırsan, qapıdan durub orada. Düz demirəm ay uşaqlar. Buna niyə verəsən ki, sən 350 manat? Deyir ki, qırağına framuqa, muramuqa yıxsam hələ, bu gəlir 450 manata çıxır.
Ağartı. Yox, onu sökürəm mən də. Seyf qapı qoyuruq bura. Taxta. Nə olsun ay bacı taxtadır. Taxta ha vaxtdan anam gəlin o vaxt evinə taxtadan qoymuşuq. Bu dürbə bundan. O vaxtda 60 manata qoymuşduq bir dənəsinə. Nə ara 60 manat oldu 450 manat, 350 manat. Neyse. Mənim xətrimə dəydiniz, qəlbimə dəydiniz. Mən sizdən küstüm. Canımı bağlayıram. Məni takip eləməyənlər buradan məni takip eləsin. Mən sizdən küstüm. Xətrimə dəydiniz. Qəlbimə dəydiniz. Məni çox incitdiniz. Yəni məni çox söydünüz. Ona görə də mən söyüşlərə cavab qaytarmadığıma görə boynumun dalı çox şişdi. İndi hal-hazırda ekrana yerləşmir. Canımı bağlayıram. Gələcəyəm. Gələcəyəm, gələcəyəm, gəldi sən. Yəni canını açmışdım ki, mən o dünya çıxaya sözümü deyim ki, mən səndən nə vaxt üzr istəsəm, onda sən qulağının dalını bax və belə aralı qulağının dalını görərsən. Getdim, haydi öpürəm sizə. Siz də dava qırğın yaratın, qırğınlar salın. Gördünüz kim gördüm, baxacam yayınlara, kim məndən danışdı, ayın bayın naxada açacam canlı yayın. Ləmanla qırğın eləmək istəyirəm, dava, güclü dava. Ləman da qorxur dana məndən. Bu dəfə Ləmanı cırcırıq eləmişəm, Ləman məndən dalaşdı, Ləman məhv elədim. Ona görə Ləman məndən qorxur. Ona görə, nə bilim, baxarıq da, haydi, qırğın yaradın, dava salın. Vaxtımız geçsin, maraqlı olsun, öpürüz. Mənim dava sevən izləyicilərim, haydi. TikTok'un marağı gəlib, ölüdür. Gözün tima maraq qatır, dava qırğın yaradır. Haydi getdim.